Salam hər kəsə uşaqlar. Adi onluq kəsrlərin izahına başlayıram. Birinci adi kəsrlərdən başlayaq. A və B ədədləri natural ədəd olduqda A bölək B şəklində olan ifadəyə adi kəsr deyilir. Belə ifadələrə adi kəsr deyilir. Biri var kəsr, biri var adi kəsr. Kəsr mənfi ola bilir. Bax, əsas nüanslardandır. Mənfi ola bilir. Adi kəsr mənfi ola bilməz. Mənfi ola bilməz. Yaxşı, əgər desə kəsrlər seç, mənfilə müsbətdə hamısını seçəcəyik. Amma desə ki, adi kəsrlər seç, mütləq müsbətləri seçməliyik. Yaxşı. Kəsrdə A bölək B. Bu aya, yəni yuxarıda olana, kəsrin yuxarısında olan sürət deyilir. Sürətdir. Aşağıda məxrəc adlanır. Məxrəc. Əgər B 1-ə bərabər olsa, bu kəsr xətti həm də bölmə əməlidir. A bölək B yazmış və yaxud da ki, A bölək B-ni kəsrlə yazmış. Heç bir fərqi yoxdur. B-in 1-ə bərabər olsa, A bölək 1 bərabərdir A. Deməli, bu ifadənin cavabı A eləyəcəkdir. A olacaqdır. Yaxşı. Adi kəsrlər 2 hissəyə bölünür. Düzgün kəsrlər, düzgün olmayan kəsrlər. Düzgün kəsr nədir? Sürəti məxrəcindən kiçik olan kəsrə düzgün kəsr deyilir. Yəni, A kiçikdir B-dən. Düzgün kəsrlər hər zaman 0 ilə 1-in arasında yerləşir. 0 ilə 1 aralığında yerləşir. Ya 0 tam neçə olur? 1-ə qədər. 1 ala bilmir. Məsələn, bir nümunə verək. 3n-5 bölək 7. Deyir, bu ifadə düzgün kəsr olarsa, n-in ala biləcəyi qiymətləri tap. Dedik, düzgün kəsrdə sürət məxrəcdən nə olur? Kiçik. Deməli, 3n-5 kiçikdir 7-dən. 3n kiçikdir 12-dən. N də kiçikdir 4-dən. 4-dən kiçik ədədlərimiz hansılardır? 1, 2, 3. Deməli, n bu 3 qiyməti alır. Uşaqların çoxu nə edir? N-in yerinə başlayır qiymət qoymağa. 1 qoydum, 2 qoydum, 3 qoydum, 4 qoydum. Cavabı düz tapa bilərsiniz. Amma ətraflı yazı olsa, tam bal verməyəcəkdir ona. Məcburuq ki, bu şəkildə yazaq izahını. Yaxşı. Bu belə düzgün kəsrlər. İndi gəldik düzgün olmayan kəsrlərə. Yəni, A bölək B şəklində olan adi kəsrlərdə əgər A B-dən böyükdür və yaxud da bərabərdirsə, buna düzgün olmayan kəsr deyilir. Sürəti məxrəcindən böyük və ya bərabər olarsa, düzgün olmayan kəsr olur. Düzgün olmayan kəsrlərdə hər zaman 1-dən böyük qiymət alır. 1 və 1-dən böyük. Yəni, A bölək B əgər düzgün olmayan kəsrdirsə, ya 1 alacaq, ya da 1-dən böyük qiymətlər alacaq. Düzgün kəsrlərə, məsələn, nümunə deyək, 3-də 1. 1-i 3-ə bölmək olmur, axı 0 tam neçə düşəcəkdir. Ona görə 0-dan 1 aralığında deyirik, 1 tam alınmır. Düzgün olmayan kəsrə 3-də 4 desək, 4-ü 3-ə böləndə, 4-ü 3-ə böləndə bir dəfə düşür axı. 3, 1, belə. 1 tamımız var, 1 tam neçə alınır? Yəni, 1-dən böyüklər alınır. 1-in özü necə alınacaq? Sürəti məxrəcinə bərabər olarsa. 3-ü 3-ə böləndə 1 alınır. Bu da düzgün olmayan kəsrdir. 1 hər zaman düzgün olmayan kəsr adlanır. Oldu. Çünki 1-i istədiyimiz kimi göstərə bilərik. 4-də 4, 7-də 7, 5-də 5. Ona görə düzgün olmayan kəsrlər seç desə, 1-i də ora daxil eləyəcəyik. Yaxşı. Bir dənə də düzgün olmayan kəsrə aid bir misal verək. Məsələn, deyir B plus 3 bölək 2B. Düzgün olmayan kəsr olarsa, B-nin ala biləcəyi qiymətləri tap. Dedik, sürət məxrəcdən böyük və ya bərabər olacaq. Yəni, B plus 3 böyükdür 2B-dən və yaxud da bərabərdir 2B-yə. Bu, bərabərlik işarəsi də qoyulur. Yaxşı, keçirdək sol tərəfə B-yi keçdək. 2B-dən B kiçikdir 3. Yaxşı. B-yim 3-dən kiçikdir və yaxud da 3-ün özüdür. Demək, hansı ədədləri alır? 3, 2, 1. Bunu sola keçirtmədim ki, mənfi olub sizi çaşdırmasın. B-ni sağa keçirtdim ki, müsbət ədəd alınsın. Bu da buna bir nümunə. Gəldik, qarışıq ədədlər. Tam və kəsr hissədən ibarət olan ədədlərə qarışıq ədədlər deyilir. Həm tamı var, həm də kəsri var. Həm tam hissə var, həm də kəsr hissə var. Buna qarışıq ədəd deyilir. Bu necə alınır? 1-in üstünə 3-də 1 gələndə 1 tam 3-də 1 alınır.
Deməli, bu ikisinin ortası əslində toplamadır. Uşaqların çoxu çaşır, elə bilirlər vurmadır. İkisinin ortası nəymiş? Toplamaymış. İfadə kimi göstərsəm belə deyərəm. M tam B də A. Bu necə alınır? M-in üstünə B də A gəlibdir, alınıbdır. Yaxşı. Qarşı qədədi düzgün olmayan kəsrə çevirmək üçün. 1 tam 3də 1. Qarşı qədədi düzgün olmayan kəsrə çevirmək üçün məxrəc olduğu kimi qalır. Tamı məxrəcə vurub, üzərinə sürət gəlirik. Tamı məxrəcə vururuq, üzərinə sürəti gəlirik. Bir dəfə 3-ün 3, 3-ün də üstünə bu 1-i gəlirik 4. Deməli, nə elədi? 3-də 4. Yaxşı, bəs düzgün olmayan kəsri qarşı qədədə necə çeviririk? Məsələn, 3-də 8-dir. Necə çevirəcəyik? Sürəti məxrəcə bölürük, 8-i bölürük 3-ə, 2 dəfə 3-ün 6, qalıqda 2. Belə eləyirik. Cavab tamda yazılır. Məxrəc yenə olduğu kimi qalır. Məxrəc həmişə olduğu kimi qalır. Qalıq isə sürətdə yazılır. 2 tam 3-də 2. Yaxşı, bu da belə. Kəsirlərin əsas xəssəsi var. Orta məktəbdən də bəri dediyimiz qaydadır. Kəsrin sürət və məxrəcini sıfırdan fərqli eyni bir natural ədədə vurduqda və ya böldükdə kəsrin qiyməti dəyişməz. Məsələn, 4-də 1-dir. Sürətdə məxrəcdə eyni ədədə vururum. 4-də 1 belə deyim də sizə. 4-də 2 deyim. Yaxşı. 4-də 2 deyim. 4-də 2 hansı hissədir? Bax, bu 1, bu da 2. 4 yeri böldü, ikisini götürük. Sürətlə məxrəcə eyni bir ədədə bölürəm. İkisi də nəyə bölünür? 2-yə. 1 qalır, 2-yə böləndə 2 qalır. Cavabını yazım. 2-ni 2-yə böldüm. 4-ü də 2-yə böldüm. Bax, hər ikisini eyni ədədə böldüm. Düzdür? İndi baxaq, 2-də 1. Çevrən 2 yerə bölüb. Birini götürsək, yenə bu hissəni götürərik. Bax, eyni cavab alındı. Heç bir fərqi yoxdur. Düşünün ki, pizza yeyirsiniz. 4 yerə bölüb ikisini yemiş və yaxud da 2 yerə bölüb o pizzanı birini yemiş, eyni hissəni yemiş olasınız. Yəni, bərabər yemiş olasınız. Yaxşı. Bir də vurduqda. Ona da bir misal deyək. 4-də 1-i sürət və məxrəcə eyni bir ədədə vuruq. Məsələn, ikisini də 3-ə vuruq. 12-də 3. 4-də 1 ilə 12-də 100 bir-birinə bərabər kəsirlərdir. Bu da kəsirimizin əsas xəssəsi oldu. Kəsirin ixtisarı nə deməkdir? Sürət və məxrəcin eyni bir ədədə bölünməsidir. Bayaq elə yazdığımız kəsirin ixtisarı idi. Biri var tam ixtisar, bir də var ardıcıl ixtisar. Məsələn, ardıcıl ixtisardan nə deyə bilərəm? 36-da 18. Ardıcıl ixtisar eləyirəm. Hər ikisi 2-yə bölünür. Hər ikisi 3-ə bölünür. 3-ə bölüb cavabını yazıram. 6, 3. Hər ikisi yenə 3-ə bölünür. Bu ardıcıl ixtisar oldu. 3-ə bölündü, 2-də 1. Yaxşı. Bir də var tam ixtisar. Tam ixtisar, yəni axırıncı ixtisarımızda bu tam ixtisar olundu, qutardı. Bir də ixtisar getmir. Və ixtisar olunub olunmadığı nə bilirik? Burada qarşılıqlı sadə ədədlər alınırsa, demək ixtisar olunmur. 2 ilə 1 qarşılıqlı sadədir. 1 ilə olanların hamısı qarşılıqlı sadə idi axı. 1 ilə nə versə, ona görə qarşılıqlı sadə ədəd alınır. Yaxşı, bu da belə. Bir də ixtisar eləyəndə tapa bilmiriksə nəyə bölünür? Məsələn, 72-də 48 olsun. Hər ikisi nəyə bölünür? Yəni, bunların ikisində bölündüyü bir ədəd tapırıq. Nə tapırıq? Əbub da tapa bilərsiniz. Tam ixtisar eləmək istəyirsə, tapa bilmirsinizsə, hər ikisini 2-yə, 2-yə, 4-ə belə ixtisar eləyə yenə tapa bilərsiniz. Hər ikisi əbubları bunların 24-dür. 48 24-də böləndə 2, 72-ni də 24-də böləndə 3. Əbubu nəymiş? 24-üymüş. Yaxşı. Bu da oldu tam ixtisar. İxtisar olunmayan kəsirlərə bir də sadə kəsirlər deyilir. İxtisar olunmayan kəsirlər sadə kəsirlərdir. Bir də bəzi ixtisarlar var da, bunu demək istəyirəm, belə yazılır. AB, bir dəqiqə yenə AB, nöqtə, nöqtə, AB, eyni ədəd, yəni təkrarlanır da. Sonra buna da CD deyək. CD. İndi bir dənə nümunə misal verəcəm bunu. Bunu da ixtisar eləmək üçün nöqtə-nöqtəni qoydum da. Hər birindən bir dənə AB, bir dənə CD qalır da. Bunların hamısı yəni ki, ixtisar gedir. Cavab olur AB bölək CD. AB bölək CD. Başqa nə deyə bilərəm ona? Məsələn, 23, 23, 23, 23 belə davam edir. 42, 42, 42, 42. Bax, eyni ədədi təkrar görürüksə,
Yoxsa başlıqda axırda fərqli bir şey gördüksə, yox ha. Eyni ədədi təkrarən görürüksə, bunun cavabı ixtisar cədində qalacaq 42-də 23. Başa düşdük? 1001-əmi, 101-əmi? Buna ixtisar gedir, axırda ilə ədədin özü qalır. 23 ilə 42. Yaxşı, gələk kəsirlərin müqayisəsinə. Kəsirlər müqayisə etmək üçün bir neçə üsulumuz var. Birincisi, məxrəcləri bərabər olan kəsirlər ixtisar edirəm. Məsələn, 15-də 4 ilə 15-də 3. İxtisar edilir, məxrəclər eynidirsə, sürəti böyük olan böyük, kiçik olan kiçikdir. Bu bir. İkincisi, sürətləri eynidirsə, məxrəci böyük olan kiçik, kiçik olan böyükdür. Bax, sürət yuxarı idi, eynidirsə, məxrəci böyük olan kiçik olacaqdır. Kiçik olan da böyük olacaqdır. Böyük kiçik işarəsində inşallah ki, seçə bilirik. Bu ağzı böyük tərəf böyükdür, burada ağzı balaca tərəf kiçikdir. Bir də ki, düşünün ki, balıqdır. Ağzını açır, çox yem yeyər də, az yemi yox. Ağzını açır, balıq. Nətər çəkin balığı? Dərsdə olanda göstərə bir. Bax, belə bir balıqdır. Balıq ağzını açır, yemə tərəf gedir də, düzdür, çoxu yeyər. Ona görə ağzı açıq tərəf həmişə böyük olur. Bu da belə, düşün ki, pizza yeyirsiniz. Hər şeyi də pizzaya bağlamağım. Yaxşı, sürətləri bərabər olanlar da dedik. Bir də sürəti və məxrəci müxtəlif olanda ortaq məxrəc tapırıq. Ortaq məxrəc tapıb sonra müqayisə eləyə bilərik. Məxrəcləri eyni vəziyyətə gətirib müqayisə eləyə bilərik. Bir dəqiqə elə bir sual deyim ki, 12-də 3 2 ilə, 12-də neçə ilə 5 ilə, 12-də 5 ilə. Neçə? 8, hə. 8-də 1. Bundan müqayisə eləmək istəyirəm. Ortaq məxrəc tapmaq istəyirəm. Ortaq məxrəc tapmaq üçün, yəni hər ikisinə bölünən bir ədəd tapacam. Yəni nə tapacam? Əçop. Əçop tapmaq yorar da bizi. Biraz da, nə bilim, tənbəllik eləyərsiniz də, qıraqda duraq əçobu tapaq. Nə edəcəyik? Böyük olan ədədi götürürsən. Hansıdır böyük olan? 12. Böyük olan ədəd əgər digər ədədə bölünmür ki 12 8-ə, bunun üstünə bir də 12 gəlirəm. Neçə elədi? 24. 24 8-ə bölünür. Deməli, ortaq məxrəcim 24-dür. Əgər bölünməsəydi, üstünə bir dənə də 12 gələcəkdi. Başa düşdük? Yəni, ta ki bölünənə qədər o böyük rəqəmi toplayırıq. Böyük rəqəmi götürürük. Üstünə bir də eynisini gəlirik. Digər ədədə bölünürsə, 3-dən olsa üçlüsünə. Məsələn, burada birində yazıram. Burada birində yazaq 6-da 1. 12. 12 6-ya bölünür, amma 8-ə yox. Deməli, ortaq məxrəc deyil. 12-in üstünə 12, 24. 24 həm 6-ya bölünür, həm 8-ə. Deməli, ortaq məxrəcim 24. Ortaq məxrəci tapandan sonra nə edirik? 2 dənəsini də qoy, izah eləyim. Ortaq məxrəci tapdıq 24. Bunu əzbərləyirik. Məxrəcə böl, sürətə vur. Məxrəcə böl, sürətə vur. Məxrəcə bölüb sürətə vururuq. 24-ə 12 bölürəm. 2, 2 dəfə 5-in 10. Bunda da baxaq 24. 24-ü isə məxrəcə böl, sürətə vur. 24-ü 8-ə böldüm 3, 3-dən 1-in 3. 24-də 10, 24-də 3. Hansı böyükdür? 24-də 10. Niyə? Çünki məxrəclər eynidir. Sürəti böyük olan böyük, kiçik olan kiçikdir. Əgər istəsə sürətə də ortaq sürət tapmaq olur. Heç bir fərqi yoxdur. Bu dəfə də sürətə böl, məxrəcə vur. Eləyə bilərsiniz. Yaxşı. Qoy onda izahını verim. Çünki çox vaxt elə verirlər ki, sürətə tapasınız. Bax, məxrəcə tapmaq tutaq ki, çətindir, amma sürətə tapmaq asandır axı. 3-lə 2 ortaq məxrəc tapıram. Ən böyüyüm 3-dür. 3-ün üstünə 3, 6. 6 2 bölünür, hə, deməli 6-dır. Sürətə 6 yazırsınız, ikisinə də. Sürətə böl, məxrəcə vur. Bu dəfə tərsinə. Sürətə böl, məxrəcə vur. Sürətə bölündə 2, məxrəcə vuranda 24. Sürətə bölündə 3, məxrəcə vuranda 2 yadda 9, 10, 114. Yaxşı. Sürətləri eynidirsə, məxrəci böyük olan kiçik, kiçik olan isə böyükdür. Bu da sürət ortaq məxrəc tapılması. Bir də var ki, kəsirləri müqayisə eləyəndə onluq kəsir şəklinə gətiririk. Məsələn, 5-də 2 ilə 7-də 3. Deyir, bu müqayisə elə. Sürəti məxrəcə bölür. Bax, eyni deyil axı. Sürəti məxrəcə bölürəm. Baxıram, görüm hələ hansı böyükdür, hansı kiçik. 2 5-ə bölünmür. Bura bir 0 atıram, burada bir 0 atıram. Birinci dəfə gələn 0-dır deyə cavab yerinə atırıq. 4 dəfə 5-in 20. 3 7-yə bölünmür. 30-u 7-yə bölürəm. 28, 2 dəfə 2 7-yə bölünmür.
20-ni bölürəm 14. Nəysə, belə davam edir. Bu qaldı 0,4, bu da oldu 0,42. Biri dayandı, biri dayanmır, davam eləyir. Davam eləyir, mən sadəcə davam elətdirmədim. Hansı böyükdür? Onda 7-də 3 böyük olur. Onluq kəsrlərdə müqayisə eləyəndə sıra ilə baxırıq. Rəqəmlərin sayına baxmırıq. Aha, baxaq. 0, 4. Burada 2 gəlir, burada yoxdur. Yəni 0-dır qalanı. Deməli, ikinci birincidən böyük olmuş olur. Sonra müqayisədə sürət məxrəclərinin arasındakı fərq eynidirsə, düzgün kəsirlərdə böyük olan böyük, kiçik olan kiçik. Buna da baxaq. 9-da 5 yazıq. Aralarındakı fərq eynidir. Nəyi demək istəyirəm? Baxın, 7-dən 3-ün çıxanda da 4 qalır. 9-dan 5-in də çıxanda 4 qalır. Deməli, aralarındakı fərq eynidir. Müqayisə edə bilərik ortaq məxrəc tapmadan. Necə? Aralarındakı fərq eynidirsə, düzgün kəsirdirsə, sürəti və yaxud məxrəci hansına baxırsan, bax, böyük olan böyük, kiçik olan kiçik. Deməli, belə yazacaq. Bax, 9 7-dən böyükdür, 5 də 3-dən böyükdür, onsuz bu tərəf böyük olacaq. Hansına baxırsan, bax, fərqi yoxdur. Başa düşdük, bir dənəsində yazım, 4-də 1-lə 7-də 4 olsun. Yaxşı, 4-dən 1-in də çıxanda 3 qalır, 7-dən 4-ün də çıxanda 3 qalır. Deməli, aralarındakı fərq eynidir. Bu qaydamızı tətbiq edə bilirik. 4 1-dən böyük olduğuna görə böyük tərəf sağ tərəfdəkidir. Bu da belə, əgər düzgün kəsirdirsə, düzgün kəsir. İndi isə düzgün olmayan kəsirə baxacağıq. Düzgün olmayan kəsirlərdə, məsələn, 10, 7-də 20 olsun, bir də 40, 3-də 46 olsun. Baxaq, buradan 20-dən 17-sin çıxanda 3, 46-dan çıxanda 3. Aralarındakı fərq yenə eynidir. Amma düzgün olmayan kəsirdə sürət məxrəcdən böyükdür. O zaman deyəcəyik ki, böyük olan kiçik, kiçik olan böyükdür. 20 46-dan kiçiksə, buna böyük deyəcəyik. Başa düşdük? Yaxşı. Bu da belə. Ondan sonra müqayisədən başqa nə deyə bilərəm? Müqayisədə bəzən ən çox düşən sual tiplərindən deyim sizə. Ən çox düşən 10-da 11, 100-də 101, 1000-də 1001. Bu nümunələr çox düşür. Baxaq, birinci aralarındakı fərqə baxaq görək olar. Aralarında çıxanda 1 qar, çıxanda 1 qar, çıxanda 1 qar. Deməli, qaydamızı tətbiq eləyə bilərik. Aralarındakı fərq eynidirsə, kiçik olan böyük, böyük olan kiçikdir, düzgün olmayan da axı. Deməli, ən böyüyün budur. Sonra budur, sonra bu. Başa düşdük, üçün də arasındakı fərq eynidir. Və yaxud da nə edə bilərsiniz? 11-i 10-a böləndə 1,1. 101-i 100-ə böləndə 1,100-də 1. Bu da 1,1000-də 1. Yaxşı. 1 tam hamısında eynidir, fikir vermirik. Sürətlər eynidirsə, məxrəci kiçik olan böyük, kiçik olan böyük olur. Yenə də eyni nəticəyə gəlmiş olduq. Yaxşı. Başqa nə deyə bilərik? Adi kəsirlər üzərində əməllərə baxaq. Kəsirlərin toplanması, çıxılması, bunlara baxaq. Əgər məxrəclər eynidirsə, bu asan bir şey olacaqdır. Məxrəclər eynidirsə, yenə ilişmişəm 7-yə, diqqət elədiyimiz kimi. Məxrəclər eynicə, məxrəc olduğu kimi qalır, toplama əməlində. Sürətləri də toplayıb sürətə yazıram. 7-də 7-dir, cavabım nə olacaq cavab? 1 olacaq. Bir dənə misal deyim, 1,4-də 1, üstə gələk, 2,4-də 3 bərabərdir. Toplayıram, 3,4-də 4 elədi. Məxrəc olduğu kimi qaldı, sürətləri topladıq. 4-də 4-ün cavabı nədir? 1. Uşaqların çoxu 1-i 3-ə vurur, deyir 3. Xeyriyyəsi. Bura nə dedik? Toplama dedik. Cavab 4. Yaxşı. Məxrəcləri müxtəlif olan kəsirləri necə toplayacağıq? Məsələn, nümunə deyək, ortaq məxrəcə gətirməyinə. Mütləq burada ortaq məxrəc gətirəcəyik. Müqayisə edəndə sürətə ortaq sürət tapa bilirik, amma toplamada yox. Ortaq məxrəci bayaq dedim, necə tapırıq? Böyük olanı götürürük. 15 12-yə bölünmür. Deməli, ortaq məxrəc deyil. Üstünə bir də 15 gəlirəm. Elədi 30. 30 12-yə bölünmədi. Bir də 15 gəlirəm. Elədi 45. 45 12-yə bölünmədi. Bir də 15 gəlirəm. Elədi 60. 60 12-yə bölünür. Deməli, ortaq məxrəcim 60-dır. Tapandan sonra bunu ardıcıl deyirik. Məxrəcə böl, sürətə vur. Məxrəcə böl, sürətə vur. Yaxşı. 60-ı 12-yə böləndə 5. 7-dən də 5-in 35. Üstə gələk. 60-ı 15-ə böləndə 60-ı 15-ə böləndə 4. 4-ü də 8-ə vuranda 32. Bərabərdir. 60-da 7, 6, 67.
Bunu da çevirək. 67-ni 60-a böləndə 1 tam. Məxrəc olduğu kimi qalır. Qalığımız da 7-dir. Sürətlə yazılır. İstəsəz qıraqda çubuqlu bölmə ilə siz bölüb yaza bilərsiniz. Mən promoy yazdım. Bir dəfə 60, qalıqda 7. Bayaq dediyimiz kimi tamda, məxrəcdə, qalıqda sürətlə yazılır. Bu da belə. Və yaxud da ki, ortaq məxrəc tapmaq üçün əkobda tapa bilərsiniz. Yaxşı, qarışıq ədədləri toplayanda onların toplanmasına aid elə bir nümunə verdim. Tamla tam toplanır, kəsirlə də kəsir toplanır, yazılır. Gəldik kəsirlərin vurulmasına. Kəsirlər bir-birinə vurarkən sürəti sürətə vurub sürətdə yazırıq, məxrəci vurub məxrəcdə yazırıq. Rahatdır. 7 dəfə 5-in 35, 3 dəfə də 2-in 6. Əgər ixtisar varsa, birinci ixtisar edin. Məsələn, tutaq ki, bura 8-dir. 8-lə 2 ixtisar gedir 4. Sonra məxrəcə. Burada da 1 qalıb, baxın. Sürətə vurub yazırsınız. Əgər ixtisar getmirsə, elə məxrəcə, sürəti. Bir də qarışıq kəsirləri vurmaq üçün. Qarışıq kəsirləri vuranda, toplayanda çevirməyimizə gərək yoxdur. Amma vuranda mütləq düzgün olmayan kəsirə çevrilməsin. Tamı vururuq deyə bir şey yoxdur. Düzgün olmayan kəsirə necə çevirirdik? Məxrəcə vur, üzərinə sürəticə. 1-i vurdum 2-yə, 2 üstünə də 1, 3, 2-də 3, vuraq, 2-ni 3-ə vurub üstünə də 2 gəlir. 3-də 6, 8. Bu 3-lər ixtisar getdi, 2-nin də 8 ixtisar getdi, 4. Bərabərdir. Getdi ixtisar yanı yoxdursa 1 qalıb da yerində, hər ikisi 3-ə bölündü. 4 dəfə 1-in 4, məxrəcdə də 1 qaldı. 4-ü 1-ə böləndə bayaq dedik neçə eləyir? 4. Ona görə məxrəc yazılmasa da olar. Amma 4-də 1 qalsa mütləq yazılmalıdır bu. Çünki almanı 4 yerə bölüb 1-in yemək var. Başa düşdük. Burada da alman 1 tamdır, 4 yerə bölüb 4 hissəsinə 4-ün yeyirik. Ona görə cavab 4 eləyir. Orada amma 4-də 1 kiçikdir. Yaxşı. Bir də gəldik kəsirlərin bölünməsinə. Kəsirlər bir-birinə bölmək üçün. Bunu deyirəm, bir də qarşılıqlı tərs ədədlər deyirəm. Qaydalar mütləq qeyd edirsiniz, yazırsınız. Dediyim sözlər başlıq daşlar qaydadır, ardınca da nümunə verirəm. Qarşılıq ədədləri bölərkən ədədə birinci bölünməsini deyək. Birinci olduğu kimi qalır, ikinci tərsinə çevrilir. Birinci olduğu kimi qalır, bölmə vurmaya çevrilir. Bir dəqiqə. Bölmə vurmaya çevrilir. İkincidə tərsinə çevrilir. Baxın, bunu tərsinə çevirdik. Bunların yerini dəyişdik. O da bərabərdir. Sonra məxrəcə vurulur, sürətə vurulur. 4-də 3. Bəzən necə verir? Yazır ki, 2-də 1 bölək, 3-də 1 bölək, 5-də 2 bölək, 7-də 4. Fərq yox, neçədən düzsün. Sən birincini saxlayırsan, bunu tərsinə çevirəsən. Sonra bunu tərsinə çevirəsən, bunu da tərsinə çevirəsən. Hamısının ardıcıl olaraq tərs çevriləcək, bir də bu birinci qalacaq. Bu da belə. Qarışıq ədədləri yenə böləndə mütləq nəyə çevirəcəyik? Düzgün olmayan kəsrə çevirib, sonra deyəcəyik birinci olduğu kimi qalır. 5-də 3 dəfə 5-in 15, üstünə də 4, 19. Vuraq, 4, üstünə 1, 5, 2-də 5. O da bərabərdir. Bölmədir, bölmə yazaq bunu. Yaxşı. Birinci olduğu kimi qalsın. Yəni 5-də 19 qalır. Bölmə vurmaya çevrilir. Bu da 5-də 2 kimi yazılır. Bərabərdir. 5 dəfə 5-in 25. 9 dəfə də 2-nin 38. Nəysə səhv eləmədim. Yaxşı, düzdür. 25-də 38. Bu da düzgün olmayan kəsir alındı. Bunu da çeviririk. 38-i 25-ə böləndə bir dəfə. 25-də 13. Cavabını almış oluruq. Gəldik qarşılıqlı tərs ədədlərə. Axırıncı, bu videonun axırıncı mövzusu. Qarşılıq gələn videoda da ədədin hissəsini tapması, hissəsinə görə ədədin tapması davam eləyəcəm inşallah. Qarşılıqlı tərs ədədlər hasili 1-ə bərabər olan ədədlərə qarşılıqlı tərs ədəd deyilir. İstəyirsən, sən onu vur, istəsən də elə gözündə görəcək. Bax, hasili 1-də, hasil yəni vurması. 3-ün 3 ixtisar gedir, qar 1. 2-nin 2 ixtisar gedir, qar 1. Cavab elədi 1. Başa düşdük, hasili 1-dir. Və yaxud da ki, gözün görəcəkdir. Desəm 7 3-ün tərsinədir, 3 də 7. Deməli, qarşılıqlı tərs ədədlərdir. Amma bəzən qarşılıq ədəd şəklində verir. Onu mütləq düzgün olmayana çevir ki, onu görə biləsən. Məsələn, 5,3-də 1-lə 16-da 3 qarşılıqlı tərsdir ya yox. Uşaq belə baxır, deyir yox. Baxmaqla olmaz. Bunu çevirək.
3-də 3 dəfə 5-in 15, üstünə 1 16. Bax görürsən 3-də 16 bu, 16-da 3 bu. Həqiqətən də vuranda baxacağıq ki, cavab nə eləyir? 1 eləyir. Bu da belə. Bir də nə deyəcəkdim burada qarşılıqlı tərs ədədlərdən? Hə, məsələn 0.5 ilə 2. Deyir hasili birə bər olan deyəmədim də. Yaxşı. İstəyirsən bunu kəsrə çevir vur, istəyirsən də onluq kəsr kimi vur. Onluq kəsrlər vuranda onsuz istədiyimiz kimi vururuq. Axırda vergül keçirik. 0,1 yadda 1 vergüldə keçdim 1. Cavab elədi 1. Başa düşdük. Hasili birə bərabər oldu deyə bunlar qarşılıqlı tərsdir. İstəsəz də bunu 10-da 5 kimi yazıb, sonra ixtisar eləyib 2-də 1 kimi göstəririk. 2-də 1-in tərsi nə eləyir? 1-də 2. 1-də 2 bayaq dedim nə deməkdir? Elə 2 deməkdir. 2-də 1-lə 2 qarşılıqlı tərs ədədlər imiş. Bu da bu qədər. Sağ olun, salamat qalın.